Beyefendi deyə bilərsiniz. 183. Buyurun uşaqlar. Birinci sizin suallarınıza baxacağım dəyişən cərəyanı. Mövzuda çox da geri düşməyək. Bugün dəyişən cərəyanı bitirək, davam edək. Buyurun. 7 var. 7-ci sualdan başlayaq. Yazıb ki, maqnit selinin tənliyi verilib burada. Çərçivənin fırlanma periyodunu deyir hesablayın. T'nin qarşısında duran bilirsiniz ki, bu T'nin qabağında duran nədir bizim üçün? Hə, uşaqlar. T'nin qarşısında duran nə idi? Omega da. Bəli, omeqadır. Omeqamız deməli 50 pi idi. Bizdən də periyod istəyir. Omeqanın düsturu nətərdir? 2 pi bölünsün T deyil. Omeqanın da yerinə 50 pi yazıram. 50 pi bərabərdir 2 pi bölünsün T'yə. Pi'lər ixtisar gedir. T də bərabərdir 1 bölünsün 25'ə. Yəni 0,4 saniyə. Başa düşdünüzmü? Ben Başqa? 4 var, 34. 34 var. 21. 21. Yazıb ki, aktiv müqavimətdən söhbət gedir. Altından xətt çəkmək lazımdır. Aktiv müqavimət olanda bilirsiniz də, gərginliklə cərəyan şiddətinin rəqsləri eyni fazal olur. Yəni, gərginlik kosinusla gedirsə, cərəyan şiddəti də kosinusla getməlidir. Yəni, aktiv müqavimətdə heç biri digərini qabaqlamır. Kosinusla olan variantları seçməliyəm. Ona görə də sinuslar avtomatik ələnir burada. Cərəyan şiddətini istədiyinə görə cərəyan şiddətinin düsturu, yəni amplitud qiyməti IM bərabərdir, UM bölünsün R-dir. UM gərginliyin amplitud qiyməti 2-dir, müqaviməti veriblər 4, 2-ni 4-ə böləndə 0,5. Deməli, tənlik kosinus olmalıdır, amplitud qiymətdə 0,5 olmalıdır. Düzgün cavab olacaq B variantı. Sonra 27. 34 var müəllim. bəli, 20 sırayla gedək, gələcəm indi 34-də də. 27-ci sualda yazıb ki, gərginliyin tənliyi verilib gördüyünüz kimi. 25 millisaniyə, bu milli deməkdir. Salam. Milli 10 üstü mənfi 3 deməkdir. Millisaniyə anında deyir gərginliyi hesablayın. Hər hansı bir andakı gərginliyi istəyirsə, biz zamanı götürüb burada düsturda yerinə yazmalıyıq. Onda olacaq U bərabərdir 60 vurulsun sinus 20 pi. T'nin əvəzinə burada veriləni yazıram. 25 milli olduğuna görə 10 üstündə mənfi 3. Milli 10 üstü mənfi 3'dür. 20 pi'ni, yəni 20'ni 25'ə vuranda eləyir 500. 10 üstü mənfi 3 nə deməkdir? Yəni 1000'ə bölmək deməkdir də. 500 pi bölünsün 1000'dir bu. İxtisar eləsək nə olacaq? Pi bölünsün 2. Onda belə çıxır ki, U bərabərdir 60 vurulsun sinus pi bölü 2 çıxır. Sinus pi bölü 2-də, yəni 90 dərəcədə neçə alır? 1. 1. 60 vurulsun 1 bərabərdir 60'a. Bəli. Sonra 34'də kim var mı? 34'də kim yoxdursa, 34-cü suala baxaq uşaqlar. Burada bir dənə ulduz atıram. Maraqlı suallardan biridir. Deməli, dövrədə gördüyünüz kimi özü də yazıb sualda vakuum diodu var. Diod. Vakuum diodu. Diodlar haqqında əvvəlki dərslərdən sizə bir söz demişdim ki, diodda D var. Yəni, dəyişən cərəyanı düzləndirmək.
Bu D hərfləri həmişə sizə kömək eləyə bilər. Dəyişən cərəyanı düzləndirmək. Dəyişən cərəyanı düzləndirmək nə deməkdir? O deməkdir ki, cərəyanı bir istiqamətdə keçirir, digər istiqamətdə keçirmir. Şlaqban kimi bir şeydir. Bir istiqamət, yəni məsələn deyək ki, cərəyan burada gərginliyi nə ilə veriblər? Sinusla veriblər də, düzdür? Sinusun qrafiki sıfırdan başlayır da, qrafiki çəkirsən olduğu kimi, onun T'dən asılılıdır. Bir istiqamət olduğuna görə aşağı hissəni qaralayırsan. Aşağı hissəni keçirmir. Buranı qaralayıram. Geriyə qalan qrafik mənim cavabım olmuş olur. Yəni D variantı. Bu qədər basit. Təkrar edirəm. Verilən tənliyə uyğun qrafiki çək. Diod varsa, yarım keçirdi diod ola bilər, vakuum diod ola bilər. Diod varsa, aşağı hissəni qarala. Belə. Başqa. 37. 37-ci sualda yazıb ki, filan yükün qanunu ilə dəyişir deyir aktiv müqavimətdə ayrılan istilik miqdarını deyir zəhmət olmasa hesablayın. İstilik miqdarının düsturunu bilirsiniz də Q bərabərdir. İmax'ın kvadratı RT. İmax yazmışsınızsa bölünsün 2 olmalıydı yadınıza gəlirsə. Bunu hardan yazmışdıq? İstilik miqdarının düsturu bəli, I kvadratı RT idi yadınızdadırsa, əslində belədir dostlar. Amma amplitud qiymətlə veriləndə bu I təsir edici qiymətdir. I-nin əvəzinə biz yazmalıyıq I max bölünsün kök altda 2. Amplitud qiymətdən kök altda 2 dəfə azdır. Mən bunu bura yerinə yazsam, Q bərabər olar. I max bölü kök altda 2 kvadratı, I max kvadratı bölünsün 2 olmayacaq. Vurulsun RT. Gördünüz, bu yuxarıda birinci yazdığım düstur alındı. Yəni burada uşaqlar diqqət edirsiniz. Deməli, cərəyan şiddətinin və ya gərginliyin təsir edici qiymətindən söhbət gedir, yoxsa amplituddan söhbət gedir. Əgər amplituddan söhbət gedirsə, onda bölünsün 2-ni yazmaq lazımdır. İndi yavaş-yavaş işimizə baxaq görək necə eləyək. İndi müqaviməti veriblər, veriblər. Zamanı da 2 saniyə müddəti veriblər. R ilə T-ni bilirik. Bizə lazım olan bu IM-dir. Yəni cərəyan şiddətinin amplitud qiymətidir. Onu verməyiblər. Əvəzində yükü veriblər. Cərəyan şiddəti ilə yük arasında əlaqəni bilirsiniz də IM bərabərdir. QM vurulsun omega. QM gördüyün kimi 10 üstü mənfi 4'dür. Omegamız da 40 pi-dir. Elə mi? Bu ifadəni elə olduğu kimi götürüb IM-in yerinə yazacağım. Yazıram Q bərabərdir. 10 üstü mənfi 4 vurulsun 40 pi kvadratı vurulsun R müqavimət 40'dır. Zaman 2'dir bölünsün 2. 2'lər hansıda ixtisar getdi. 4'ün kvadratı 16'dır. 16'nı 4'ə vuranda haradasa 64'lü bir şey eləyəcək də. O 10 üstü mənfilərə girməyə ehtiyac yoxdur. Bu mötərizədəki 4 40 pi-də kvadrat alanda 16'lı bir şey olacaq. Burada da 4 var da, 40'ın 4'ü. 16'nı 4'ə vuranda da 6,4 yazmaq olar. 38'e de bakalım. 38-ci sualda baxa bilərik əslində, uşaqlar. Yazıb ki, bir cins maqnit sahəsində çərçivəni kəsib keçən maqnit sel dəyişir, fırlanma tezliyini hesablayın. Bunlar bayaqlarım əslində soruşulan ilk sual, bilmirəm, 7-ci sual idi, yoxsa 8 idi bayaq soruşdular. T-nin qabağında duran bizə nəyi verir? Omega Omeganı. Deməli, omega neçədir? 20 pi. 20 pi-dir. Bizdən fırlanma tezliyini istəyir. Uşaqlar, omeganın adı dövri tezlikdir. Adlarda çaşmayın. Digər növün adı yəni fırlanma tezliyidir. Omega düsturu bilirsiniz tezliklə olan 2 pi növ. Sonra omeganın qiymətini yazıram. 20 pi bərabərdir 2 pi vurulsun nöyə. Pi'lər ixtisar gedir. Növ də bərabərdir ona. Olacaq C variantı. Başqa? +1 var. Birinci sualda yazıb ki, rəqsin perioduna bərabər olan müddətdə naqildə ayrılan istilik miqdarını zəhmət olmasa hesablayın.
İndi əlimizdə müqavimət var və gərginlik var. İstilik miqdarının hər ikisinin olduğu düsturu seçməliyəm və amplitud qiymətlə bağlı yazanda yenə UM kvadratı bölünsün 2R vurtaya bilirsiniz də. Yenə gördüyünüz kimi 2-yə bölürəm. Amplitud qiymət veriləndə söz vermişdik 2-yə bölmək lazımdır. O'nun maksimalını bilirik. Sualda O'nun maksimalı neçədir? 50. 50. Müqavimət də bilirik. Sualda veriblər 20. Bir dənə T'ni bilmirəm. T'ni haqqında nə yazıb? Rəqsin periyoduna bərabər olan müddətdə. Yəni zamanın yerinə periyod yaz deyir. Bəs periyodu necə tapa bilərəm? Periyodu burada yenə omeqadan istifadə edib tapa bilərəm. Omeqanın düsturu 2pi bölünsün T'dir. Omeqamız 5pi verilib. 5pi bərabərdir 2pi bölünsün T'yə. Pi'lər ixtisar gedir. T də bərabərdir 0,4-ə. Nəhayət üçün qiymətləri yerinə qoya biləcəyik. 50-nin kvadratı bölünsün 2 vurulsun 20 vurulsun 0,4-ə. Bu 4-lər ixtisar gedir 25'li bir şey olacaq da bu. Bəli. Başqa sual uşaqlar. Var mı sual? Kimsə yazıb buradan nəsə? 37-38-də baxdığım qədəsə. Baxdınız mən. Bəli, başqa sual uşaqlar. O bir mövzu da var müəllim. O biri mövzuda varsa verin bəli. Neçə? 42. 42. K açarını deyir qapadıqda dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişir? Ampermetr cərəyan şiddətini ölçür. Deməli, bizi maraqlandıran cərəyan şiddətidir. Cərəyan şiddətinin düsturunu bilirsiniz ki, cərəyan şiddəti I bərabərdir. U bölünsün R-dir. İndi kondensator qoşulanda R yazılmır da bilirsiniz. XS yazılır. XS-nin düsturu necə idi? Corablar aşağıdaydı. 1 bölünsün omega S. O da yuxarı qalxsa olacaq U vurulsun omega S. İndi belə deyək də, indekslərdə amplitud qiymətə əlavə eləyə bilərsiniz. UM-dən söhbət gedir. Belə bir düstur alırıq. Və burada nə görmüş olduq? Cərəyan şiddəti tutumla necə asılıdır? Düz. Əla, düz asılı. K açarını qapadıqda yazıb. Deməli, K açarı açıq imiş. K açarı açıq olanda, və bu yuxarı hissə işləmir. Onda tutum nə qədər olur? Hə, dostlar? Birdir də, K olanda bir olur. K açar açıq olanda yuxarı işləmədiyinə görə tutum olur S. Deyir, K açarını qapadıqda açarı bağlasaz. Açarı bağladım. 2S olur da. 2S olur bəli. Çünki paralel birləşmədə tutumlar toplanır. Uzun sözün dumbası S-dən 2S-yə gəlir. Yəni tutum 2 dəfə artır. Tutum 2 dəfə artanda cərəyan şiddətdə 2 dəfə nə edəcəkdir? Artacaqdır. Amma bir dənə problem var. Nədir sizcə problemimiz? Problemimizə baxın bir dənə indi. 2 dəfə artmağı yadda saxladınız da cərəyan şiddətini, düzdür? İndi bax, əvvəl cərəyan şiddəti I olsun da birinci halda. Bunun hamısı hardan keçirdi? Aşağıdan. A'dan, aşağıdan.
Ay sağ ol. Ampermetrin göstərişi elə i-nin özünə bərabər idi. İndi biz araşdırdıq və öyrəndik ki, cəryan şiddəti 2 dəfə artacaq açarı bağlasaq. 2 dəfə artacaq, olacaq 2i. Amma hər iki qoldan istifadə edəcəyinə görə yuxarıdan da i keçəcək. Elə bir çay gəlib 2 dənə qola bölünəcək də. Yuxarıdan da i keçəcək, aşağıdan da i keçəcək. Nə oldu? Bayaqlarında i keçirdi aşağıdan, indi də i keçir. Onda göstəriş nə qədər? Dəyişməz. Bunun rahat yolunu sizə demişəm əvvəlki dərslərdə, bir dənə xatırlayın. Demişəm ki, əgər istəyirsənsə ki, sualı uzun-uzadı işləməyəsən, ampermetr qollardan birindədirsə, burada 2 dənə qol var da, qollardan birindədir. Onda dəyişməz. Müəllim, qollardan birində olmayanda necə olur? Yəni, məsələn, ampermetri bura qoşsaydılar, cavabımızda fərqli olardı. Çünki burada ampermetr ümumi dövrəyə qoşulmuş olardı və cavabımız 2 dəfə artar olardı. Amma burada ampermetr bizim sualımızda hər hansı bir qoldadır. Ona görə də bir qolda olanda dəyişməz cavabını alırıq biz. İsbatına da elədik ki, nəyə görə biz dəyişməz cavabını alırıq? Müəllim, yuxarı qolda da olsaydı, onda da dəyişməyəcəkdi. Yuxarı qolda olsaydı dəyişəcəkdi əslində. Sadəcə yuxarı qolda olanda bu sualı verə bilməyəcəkdi. Çünki yuxarı qolda olanda avtomatik açarı siz açanda cəryan şiddəti yoxdur axı. Yəni riyazi olaraq belə sual mümkün olmayacaqdı. Bilirsən niyə? Çünki əvvəl sıfırdır deyək ki, sonra məsəl üçün deyək də, məsələn, i-dir. Mən sənə riyaziyyatdan sual verir ki, bu neçə dəfə artıb, cavabını verəməyəcəksən. Bəli. Yəni, bəli, ona görə də açarın olduğu qoldan o sualı verməzlər. Bir Digər də qoldan yəni verir. deyə bilərik kondensatorla ardıcıl birləşib deyə ampermetr ona görə dəyişmir. Elə də deyə bilərik, yoxsa? Yox, yox, onu deyəməzsiniz. Tamam. Bəli, onu deyəmərik. Sadəcə deyə bilərik ki, paralel birləşmədir. Paralel birləşmədə bir qayda var ki, kiminlə dans etdiyini biləcəksən. Yəni bu paraleldə bunun yuxarıdakına dəxli yoxdur. Bu həmişə öz payını yeyir. Başqa 43. 43-də də fikir verirsiniz. Ampermetrin göstərişi dəyişməyəcək. Amma ampermetr buralarda olsaydı dəyişərdi. Başqa? Çünki ümumi gərginlik dəyişmir də ona görə, hə? Bəli. Paralel. Bəli. Gərginlik paraleldə sabitdir. Yadınızda da. S də sabit, gərginlik də sabit. Cəryan şiddəti nə tər dəyişə bilər? Yəni bu qoldakı cəryan şiddəti dəyişmir. Başqa? Müəllim, bir də ki, məsələn, orada dediniz S sabit. Məsələn, yuxarı açar gələndə o birisi S-ni nəzərə almırıq. Yuxarı açar Yuxarı gələndə açar açılıb bağlananda. Hə, aşağıya bura dəxli yoxdur onun. Başa düşdünüz? Bura ulduz atıram. Qəbul imtahanında düşmə ehtimalı böyük olan suallardan da uşaqlar. Müəllim, mən bir şey anlamadım ki, yəni orada S-lər, məsələn, açar fərz eləyək açıqdır, bir dənə aşağıdakı S. Bəs niyə yuxarıdakı S-ni mən qatışdırıb onu da hesablayaram? Ki, məsələn, S dəyişdirsə, U sabitdir, deməli A da dəyişir. Yox, düz deyirsən, A dəyişir. Mən ona bir şey demirəm ki, ampermetrin, yəni daha doğrusu cəryan şiddəti dəyişir dedik zaten biz. Amma ümumi dövrədəki cəryan şiddəti dəyişir də, buradakı dəyişmir, bildin? Yəni sənin dövrəndəki ümumi cəryan şiddəti dəyişir. Sən özün dediyin kimi doğru deyirsən. Yəni sən açarı burada məsəl üçün açacaqsan, tutum dəyişəcək, gərginlik sabitdir. Cəryan şiddəti dəyişməlidir. Dəyişir zaten cəryan şiddəti.
Sadece Hə, problem olan şey bu. ümumisi Aşağıdan dəyişir. keçəni Oradakı dəyişir. qiyməti dəyişmir. Başa düşdün nə demək istədiyimi? Bəli, bəli. Həqiqi bildin nə demək istədiyimi? Yəni Bəli, tema müəllim, olaraq. o bir Mən qoludur. Sayın bir qoldur, amma ümumi sayın mənbəyi dəyişir, amma o qol dəyişmir. o paralel birləşməni sizə dərsə keçəndə bilmirəm yadınıza gələr. Demişdim ki, belə fikirləşində 2 dənə otaqdır, hərəsində bir dənə adam var. Hə, Eləmi? Wi-Fi söhbəti. Yadındadır da, Payso, mən məsələn yemək gətirəm, bu adama yeməyini verirəm hər gün. Burada adam oldu, olmadı, mən bunun yeməyini aparmalıyam da, nədə? Hə, burada adam olanda 2 dənə yemək gətirəcəm. Mənim gətirdiyim yemək dəyişir, mən gətirdiyim yemək. Amma burada yetimin yediyi dəyişirmi? Məsələn, mən buna bir dənə alma aparıram hər gün, düzdür? Burada da adam yoxdur. Burada bir adam gəlir. Mən istəyən alma gətirməliyəm indi. 2. Amma o birisi otaqdakına verdiyiniz Ay, dəyişmir. bugün mən 2 dənə alma gətirməliyəm axı. Mənim işim çətinləşir, amma bu yetimin aldığı alma dəyişməyəcək də. O paralel birləşmə bunun kimidir. Ona görə paralel birləşmədə biz deyirik ki, özünə bax. Burada olanın özünə bax. Yəni ampermetr aşağıdakı qoldadır və bu qolda biz dəyişiklik eləməmişik. O otaqda bir dənə adam var, o yeyəcəyini yeyəcək. Mən bu arada ki, o digər onlayn dərslərdə də belə sualların bəzilərinə ulduz falan atıram, qoyuram da belə. Mən sizdən çox xahiş edirəm, yəni bu suallara biraz ciddi yanaşın. Demək ki, bir bildiyim var deyə deyirəm də, yəni o çıxma ehtimalı falan böyük olan suallar da olar. Başqa? Yüksek, Neçə? yüksek. Hepsi başlıqda var müəllim. Kimsə nəsə deyir, amma səsi gəlmir. 48 mi deyir kimsə? Bəli, yüksek. 48? Bəli, bəli. Hə, 48. Ay, sağ ol. 48. Kakraz üstünə bastınız. İndi burada Aysağol da deyirəm, biraz fərqli sualdır bu. Açar indi bir vəziyyətindədir, bir vəziyyətində. Açar bir vəziyyətində olanda tutum nə qədərdir? D. Açarı siz buradan açsanız, açarı buradan açdım, bağladım 2-yə. İndi bu aşağı yeri getdi, tutum nə qədər oldu onda? 2. Bu 2 dəfə. Hə, Artdı. o birisini saymırıq. O birisini saymırıq. O birisini saymırıq. Açarı buradan açdınız. Yəni tutum 2 dəfə artdı. İndi tutum 2 dəfə artanda bayaqlam cəryan şiddətini düsturuna almışdıq yadınızdadır da. Cəryan şiddəti tutumdan düz asıldı. Tutum 2 dəfə artanda cəryan şiddəti 2 dəfə artdı. Başa düşdünüz uşaqlar? Hə dostlar. Anladınız? Bəli müəllim, bəli. Bəli, sonra başqa sual. Yoxdur. Hepsi başlıqda 52 var məndə. O birisi başlıqda səndə 52-ci sual var elə qadası. Hı. 52-ci sual, bu sualın yarısı burada cavablar orada. Yazıb ki, dəyişən gərginliyin amplitudunu sabit saxlayaraq tezliyi artırdıqda nə baş verir? İndi tezliyi artıracağıq. Birincisi kondensatordur, bu yuxarıdakı, aşağıdakı sarğacdır. Kondensator olandakı düstur yazaq. I bərabərdir U bölünsün XS. Corablar aşağıda olduğuna görə olur omega S. Burada qalsın. İkinci, induktivlik olanda cəryan şiddətinin düsturu U bölünsün XL. XL də omega L'dir, normal. Corab zad yoxdur. Aşağıda belə. Gəlin buna I1 deyim. Buna da I2 deyim. İndi baxaq suala. Tezliyi deyir artırar. Omeganın özü də bir tezlikdə dövrü tezlik. Tezliyi artıranda
i1 nə qədər? Artır. Artır. İkincidə tezliyi artıranda i2 nə edir? Azalar. Nice. Ona görə də A1-in göstərişi artar, A2-nin göstərişi azalar. Paralel birləşmədir. Hər iki qola dəymişik. Paraleldə qaydamız var idi da. Kimə dəyiriksə, kimə toxunuruqsa o dəyişir. Hər iki qola dəydiyinizə görə hər iki qolda dəyişiklik müşahidə olunur. Bax, bu sual da vacib suallardandır. Bu niyə vacibdir? Bu klişedir əslində, klassik sualdır da bu. Yəni yeni tipli suallardan deyil. Aması var. Bir daşda iki quşdur da bu. Yəni şagird burada həm tutum müqavimətinin necə dəyişdiyini bilməlidir, həm də induktiv müqavimətin necə dəyişdiyini bilməlidir. Görürsünüz, birində tezlikdən düz asılıdır, digəri tezlikdən tərs asılıdır. Başqa? 54. Məsələn, 54. 54. Bəli. 54-də baxıram şəkilə, yuxarıda müqavimət var. Bu hansı müqavimətdir? Bunun müqaviməti. Hə? Bu hansı müqavimətdir, uşaqlar? Yox, aktiv. Aktiv müqavimətdir. Bilmirəm. Aşağıdakı nədir? İnduktiv. İnduktiv. Bilmirəm, onlayn dərsdəndir, nədəndir. Çox ləng cavab verirsiniz, adamın xətrinə dəyir. Bilirsən niyə? Çünki bunları keçən dərsdə falan danışıq da ki, qadası, sən görən kimi deməlisən, 3 dənə müqavimət var da. Aktiv, induktiv, induktiv deyirəm, mən olanı da aktiv tutum, bu da induktiv. R-dir, XC-dir, XL-dir. Abi, bir daha bunu da öyrənməsək nə oldu ki? 3 dənə müqavimət var. İndi aktiv müqavimət haqqındakı sözümüzü bilirsiniz də. Aktiv müqavimət bu R. Tezlikdən falan filan belə şeylərdən asılı deyil. Aktiv müqavimətin əvvəlki dərslərdə hansı kəmiyyətlərdən asılı olduğunu biz öyrənmişik. Royal böles falan var idi, temperatur var idi. Tezlikdən falan asılı deyil. Asılı olmadığına görə burada dəyişiklik olmayacaq. Yəni i1 dəyişməz. 3 dənə variant getdi. Zaten i2 dəyişər, ona görə düşün cavab Y variantı çıxdı. Bəs necə dəyişər ona baxaq. Bayaqdan düstur almışdıq. I bərabərdir. U bölünsün XL, L olduğuna görə. XL-in də düsturu omega L-dir. Tezliyi deyir azaltdıqda. Omeganı azaldanda cərəyan şiddəti nə qalacaqdır? Artacaqdır. Uşaqlar, bu trioların içərisinə 3 müqavimət əlavə eləmişik dostlar. Bəli, yazdım mən. Hə, 3 müqaviməti biz orada trioda əlavə eləmişik. Yəni Mənim 9 dənə idi də. 10-cu qalıb da bir dənəsi. Hə, bir dənə qalıb. Əslində bir dənə deməyək, 1-2 dənə qalıb da, yəni əlavə eləyəcəyik olar. Mən keçməmişəm bu dərsləri. Oldu. Yaxşımı? Amma bu qeydlərə da biraz baxın, eləyin. Bunlar sadə şeylərdir, uşaqlar. Rəqiblərinizə imkan verməyin sizi keçsinlər. Bunları hansısa bir rayondan olan uşaq belə evdə əzbərləyib gedib yazacaq da. Yəni buna qeyri-adi bir zəka lazım deyil. Xırda biraz vaxt ayırırsan, 5 dəqiqə, 10 dəqiqə öyrənəcəyin şeylərdir. Sonra başqa Bitti müəllim. Tamam. Bu qədər də keçdik. Deməli, şeyləri keçəndən sonra indi hamısı bir yerdə olan var, onu keçəcəyik. Az bir işimiz qalıb dəyişən cərəyanla bağlı. Müəllim, neçə mövzumuz qalıbdı? 4 dənə. 4 dənə mövzumuz qalıb qadası. Maraqlı mövzulardır.
Amma mövzular qalsa da, qalsa da, qalmasa da, yəni biz o şeylərdən, əlavə dərslərdən, qeydlərdən falan uzaq durmayacağıq da. Mövzu qalıb deyə təkrarımızı zəiflətməyəcəyik. Mənim bugün Təkrarlara. olacaq onlayn yenə. Bugün onlayn dərsimiz var. Saat 6-da qoşulursunuz dostlar. Oyda. Hə, niyə ki? Hazırlığım var. Ev yox, kaydı göndərəcəm qrupa, atıram hamısını. Oturun, izləyin uşaqlar. Mən Mütləq 1-3-5 deyildi. Müəllimlə amma yaxşı keçdi ha. bir yaxşı keçdi, çünki sən qatıldın deyə elədi. Nə qədərsə. Qatılanda maraqlı olur. 1-3-6. Hə. 1-3-6 saat 6. 5-ci günü saat 10 işləmiş. 5-ci gün 10-a işləmiş, 2-ci gün 8-də. 3-cü gün onlar alınır. 2-ci gün 20:00-da atıram linki sizə. Burada ikinci topludayıq. Təkrar falan istəyən girsin. 5-ci gündə 21-15 atıram abilər. Bax, bu əlavələri sizlər üçün ekskluziv divijen eləmişik. Hamısından xanımlar və cənablar, mən tək-tək vaxtım olmur soruşmağa. Optovoydan indi dərsə gələndə soruşuram, amma mütləq ən azı kayıtlarını falan hamısını da göndərirəm kaydını. Oturun, izləyin şagirdlər. Bir tərəfdən dediyim kimi təkrar eləyək, təzə mövzularımızda qəşəng keçəcəyik. Hansı ki, onlardan 100% qəbulda sual var, elə sonda keçməyimiz lap yaxşı olacaq ki, isti-isti yadınızdan çıxmayacaq. Yaxşı mı uşaqlar? Narahat olmayın. Qəşəng çalışın, mən deyənləri birə-bir eləyin, qeyd dəftərləriniz gələn dərs hər kəsin yanında olsun. Bir yerdə köməkləşib, təkrarı ilə, təzə mövzusu ilə bir yerdə əl-ələ tutub qəşəng nəticələr əldə edəcəyik inşallah. Mənim hədəfim böyükdür sizlərlə bağlı. Sadəcə siz mən dediklərimi eləsəz qəşəng olacaq. Rekordu bu il qıracağıq inşallah. Getdik. Dəyişən cərəyan dövrəsində uşaqlar biz öyrəndik ki, 3 dənə müqavimət var. Bu da çox asandır. İndi üçünü bir yerə qoşacağıq, elə bil ki. Üçünü bir yerə. Nescafe. Bu birincisi nədir bu? Tutum müqaviməti, induktiv müqavimət, aktiv müqavimət. Dəyişən cərəyan dövrəsində şəkil çəkdəsələr, demişəm ki, sizə dəyişən cərəyan mənbəyi dalğalı xətlə çəkilir. Baxın, bu formada bir dövrəmiz var. Məsələn, gərginliyimiz də hər hansı bir kosinus və ya sinus qanunu ilə dəyişir. Çünki dəyişən cərəyandır, adı üstündə. Gərginlik burada sabit olmur, dəyişir. Üçlü bir arada olanda çox asandır şagirdlər. Ümumi müqavimət hesablamalar göstərir ki, Z-lə işarə olunur. Ümumi müqavimət, deməli, aktiv müqavimətin kvadratı ilə induktiv və tutumun fərqlərinin Pifaqoruna bərabərdir. Yəni, bu ikisini çıxırsan qədəsi, R-lə Pifaqor edirsən. Bu qədər basit. Bunlar niyə çıxılır? Çünki birində gərginlik qabaqlayır yadınızdadırsa, birində cərəyan şiddəti qabaqlayır digərini. Yəni, ona görə də bunlar fazada bir-birinə mane olacaq şəkildə yaranan müqavimətlərdir. Ona görə bunlarda çıxma var. Nəysə, yəni o qədər dərindən bilməyə ehtiyac yoxdur zaten. R-in kvadratısı gəlir, XL çıxılsın, XY-nin Peki kvadratı. birinci S-nin yoxsa L-i çıxmağın fərqi var da, L-dən S-ni çıxmaq lazımdır. Necə yəni L-dən? Yox, fərq yoxdur, o Yəni kvadrat başqadır. XL-dən XS-ni. Yox, kvadratdır. Nə fərqi var? Nə fərqi var ki, onsuz da mənfi də olsa müsbət olacaq. Yəni kvadratdır, narahat olma. Bəli, məsələn, qiymət verim daha rahat olsun sizlər üçün. Məsələn, imtahanda sual çıxır, yazır 10, budur müqaviməti. Bunun müqaviməti 4-dür. Məsələn, bunun müqaviməti deyək ki, 8-dir. Deyir, dövrənin ümumi müqavimətini tap. 10. 10'dur. 10. Nətər hesabladınız? 10-dan 4-ü çıxdınız. 6-nın kvadratına 8-in kvadratı 10. Ulan soram. Yəni, bunu elə bir ki, imtahanda da bu ikisi çıx, 8-dən Pifaqor elə, pisiyor. Başa düşdü, çətin bir şey var. Xeyr. Bax, mənlə bir yerdə Rəvan öyrənə-öyrənə gedək də. Bax, mən yavaş-yavaş deyirəm, yavaş-yavaş da siz tutmağa çalışın. Tuta bilmədin, saxla. Amma diqqətin dağılmasın. Çox sadə bir şeydir. Hər kəs eləyəcək bu sualı, sən də eləməlisən. İndi məsələn, istisnai hal məsələn nə olur? Uşaqları çaşdıran şeylərdən biri. Məsələn, imtahanda sual çıxır, deyək ki, Duyğu, belə. Və səncə şagird nə deyir? Şagird deyir ki, siz bizə belə bir şey deməmsiniz. Məncə burada da adi kvadratlardır da, yenə 10 verəcək. Bəli, yəni XL-i verməyiblər, deyir, mən bu sualı yazmayacağam.
Nə əlaqəsi var ki? XL verməyiblər, yerinə 0 qoy da. 10 çıxacaq da yenə cavab. Yenə cavab 10 çıxacaq. Başa düşdünüz? Bəli. Sualda bir şeydir, bəli, yenə cavab 10 çıxacaq. İndi burada təbii ki, müqaviməti almısınızsa, cəryan şiddətini də almağa nə istəyir ki? Cəryan şiddəti gərginliyin müqavimətə nisbətidir. Yəni biz düsturu bu formatda da yaza bilərik. UN bölünsün R-in kvadratı üstə gəlinsin, XL çıxılsın, XC-nin kvadratı. Sual verir bəzən. Deyir ki, nə vaxt rezonans baş verər? Rezonans. Rezonansı azdan çoxdan xatırlayırdınızsa, dərsdə sizə XL yenilənəcəkdə XC-yə bərabərdir də. Sadəcə R olanda Bəli, bəli, bəli. Halal olsun. Rezonans halında müqavimət kiçik olmalı. Yəni müqavimət minimum, Z yazın. Müqavimət minimum olmalıdır. Müqavimətin minimum olması üçün XL riyazi olaraq da bu ifadənin ala biləcəyi ən kiçik qiymət nə vaxt olar? XL XC-yə bərabər olanda. Bəli. Yəni omega L 1 bölünsün omega C-yə bərabər olanda olur. Bax, bunu yadda saxlayırsan, bax. Rezonansı əvvəlki dərslərdə mən sizə keçəndə nətər keçmişəm? Yadda sal, twinlər bərabər oldu. T bərabər idi T0-a, nö bərabər idi nö0-a. Sıfıra, omega bərabərdir, omega sıfıra. Bəli, bəli, məxsusilər, yəni uşağın yerlənəcəkdəki öz qiymətləri sənin endirdiyin Məcburiləri bərabər. məcburilərə bərabər olmalıdır. İndi rəqs konturuna bağlasaq bu tema, rəqs konturunda omeqanın düsturu bəlkə sizlərin yadına gələr. Yəni məxsusi qiymət budur. 1 bölünsün, bu məxsusidir, 0 yazılanlar, məxsusi dövrü tezlik. yəni bu Thomson düsturundan da T bərabərdir AC. Bəli, Thomson düsturu T bərabərdir 2 demişdim də 3 dənə rəqqas yox idi. Periodu bilən omeqanda bilir də zaten omeqanın düsturu 2 pi böl T'dir. T'nin yerinə yazanda 2 pi bölünsün 2 pi 2 çarpda LC. Görsən 2 pi'lər getdi, 1 bölünsün 2 çarpda LC. Bəli, bildiyiniz düsturdur yəni. Fikrimi çatdıra bildim uşaqlar? Bəli. Bəli. Bəli, rezonans halı budur. Rezonans halında yəni bu formada bərabər olmalıdır. Qaldı dəyişən cərəyanda əlavə edəcəyimiz son məsələlərdən biridir şagirdlər. O da transformator məsələsidir. Transformator. Transformator hər bir cihazın bilirsiniz də, biz iki dənə şeyindən danışırıq. Bir gördüyü işdən, bir də iş prinsipindən danışırıq. Transformator nə iş görür? Transformator gərginliyi artırıb azaltmaq üçün istifadə olunur. Məqsəd gərginliyin artırıb azaldılmasıdır. İş prinsipi elektromaqnit induksiyadır. Dəyişən cərəyan mövzusunda öyrəndiyiniz ikinci cihazdır bu. Birinci cihazınız generator idi. Generatorla transformatorun hər ikisinin iş prinsipi elektromaqnit induksiyadır. Transformatorun sxematik təsvirini göstərirəm. Bax, bir cihaz haqqında nələr bilinməli. Transformatorun sxematik təsviri belə göstərilir. Giriş, çıxış. Giriş, bu da çıxış. Burada gördüyünüz kimi dolaqlar var, dolaqlar. Dolaqların sayından asılı olaraq gərginlik arta və ya azala bilər. Transformasiya əmsalı deyilən bir kəmiyyət var. Transformasiya əmsalı. Transformasiya əmsalı K hərfi ilə işarə olunur. Buradakı dolaqların sayı N1, girişdəki, çıxışdakılar N2. K bərabərdir N1 bölünsün N2, bərabərdir U1 bölünsün U2. Bu nə mənaya gəlir? Yəni ki, dolaqların sayı fərqlidir də N1 ilə N2-də. Əgər girişdəkilərin sayı çoxdursa, onda girişdəki gərginlik çoxdur. Əgər çıxışdakıların sayı çoxdursa, onda çıxışdakı gərginlik çoxdur. Yəni sən dolaqların sayını dəyişməklə əslində gərginliyi dəyişirsən. İndi burada bir dənə riyazi məsələ çıxır ortaya. K 1-dən böyük olsa, sizdə riyazi olaraq U1 böyük yoxsa U2? U1. K 1-dən böyük olanda U2 U1-dən kiçik olur. Onda sizdə bu gərginliyi artırdı yoxsa azaltdı? Azaltdı. Azaltdı. Ona görə K 1-dən böyük olanda dostlar buna alçaldıcı transformator deyirlər.
Alçaldıcı yadda saxla. Səncə niyə səhv yazırlar? Çünki K1-dən böyük olanda insan istəyir ki, artırıcı desin də, yüksəldici desin. Halbuki K1-dən böyük Bəli. olanda çıxışdakı gərginlik azaldığına görə alçaldıcı transformator. Nəticəyə baxıb ad veririk də, nəticədə azaldığı üçün. Bəli, tamamilə doğrudur. Kim idi bunu deyən? Mən idim duyur. Hə. K1-dən kiçik olanda isə avtomatik U2, U1-dən böyükdür. Yəni çıxışdakı gərginlik girişdən böyükdür. Ona görə buna deyirlər yüksəldici transformator. Amma o mexanikanın qızıl qaydasında öyrəndiyimiz bir şey var idi yadınızdadırsa. Qüvvədən İşdə qazanc istifadə vermir. qazanırıqsa, bəli, məsafədə bir o dəfə itirirdik. Burada da gərginlikdə falan qazanırıq, amma cərəyan şiddətində itiririk. I2 bölünsün I1, cərəyan şiddəti tərsinədir. Nə demək istəyirəm? Yəni gərginliyi azaldan bir transformator cərəyan şiddətini artırır uşaqlar. Gərginliyi artıran cərəyan şiddətini azaldır, gərginliyi azaldan cərəyan şiddətini artırır. Niyə? Niyə bir artanda deyəcək? Çünki enerjinin saxlanma qanunu var. Transformatorun girişində və çıxışında güclər bərabər olmalıdır, güclər. Gücün düsturu IU-dur. I1 U1 bərabərdir, I2 U2. Ona görə də sən U1-i U2-yə böləndə I2-ni I1-ə bölməlisən. Yadınızda saxlayırsınız, transformatorun giriş və çıxışında 4 dənə kəmiyyət bərabər qalır. Biri güc, digəri twin. Twin görürsünüz, hər yerdə var andıra qalması. Twin. Hər yerdə twinlər nədir? Bərabər. Bəli, giriş və çıxışda twinlər bərabərdir twinlər. Giriş və çıxışda bərabərdir. Təbii ki, hər bir mexanizm kimi transformatorun da müəyyən bir faydalı iş əmsalı var. Faydalı iş əmsalı nə deməkdir? Təbii burada biraz istilik enerjisi şəklində ayrılan məsələ də olduğuna görə çıxışdakı güc, girişdəki gücdən bir balaca fərqlənir. Əslində bərabər olmalıdır, amma müəyyən qədər itki var da, vurulsun 100%. Çıxışı girişə bölürsünüz, yəni I2, U2 bölünsün, I1, U1 vurulsun 100%. Bax belə. Bu qədər basit. Başa düşdünüz? Bu transformator haqqında deyəcəklərimiz. İndi dəyişən cərəyan dövrəsini, arada o boyda boşluqlar olub da, dəyişən cərəyan dərsini biz qısa summary kimi yazsaq, nələr öyrənmişik biz burada şimdi? Birinci nə idi? Birinci aktiv müqaviməti idi. Birinci xeyr, Eyni, generator. bu eyni. Birinci generatordur qadası. Generator dəyişən cərəyan yaradır. İş prinsipi nə idi? Elektromaqnit İnduksiya. Əlasan. Maqnit indüksiyanı bir bölçü qədər qabaqlayırdı. Hoppa, görsən generator veriləndə əzbərdən biləcəksən, bəli. Y-nin qrafiki, bir də F-nin qrafiki var. F-nin qrafikini verir belə, məsəl üçün. F-nin qrafikini verir belə. Y-nin qrafiki nətər olurdu? Kəsirdik də yarım böləcə. Necə yəni kəsildik? Fidən yarısını kəsirdik. Y-dən kəsəndə F-ni verməlidir. F qabaqlayıb burada. Düsturu da belə idi. Y-i bərabərdir, yadınızdadır. F-yen vurulsun omega. Y-i max. Əks fazadlar eyni fazadlar. Əks İyi də mənfisində yazırdıq da. Əks fazladır. Əks fazadlar, bəli. Nə? Fidən kəsirdik, sadəcə mənfisində yazırdıq da Y-nin qrafikində. Bəli. Çünki mənfi idi də, qabağında mənfi var idi. Amma əsas cümləniz bəli, burada odur ki, F ilə Y-i əks fazadadır. Bilsən, biri maksimum olanda digəri minimum qiymət almalıdır.
generatorda danışdığımız şey bundan ibarət idi. İkinci məsələ müqavimətlər məsələsi. 3 dənə müqavimət var idi. A. Aktiv müqavimət. Aktiv müqavimət olanda, yəni R olanda kimi qabaqlayırdı? Heç kim qabaqlamır. Heç kimi Hamısı eyni. qabaqlamırdı. İ'nin qrafikini verirəmsə, T'dən asılı. Burada O da burada R onun asılı bir değil grafiği. de şeyden, tezlikten falan. Bəli, R burada tivindən asılı deyildi. Müqavimət tezlikdən, nə bilim, perioddan, dövrü tezlikdən asılı deyil. İkincisi B. Tutum müqaviməti. Tutumda nə qoşurduq? Kondensator. Cərəyan Kimi şiddəti qabaqlayır? qabaqlayır. Cərəyan şiddəti qabaqlayır. Bəli, yəni U-nu çəkirsən, U hərfi var sözdə. U-nu çək. İ'ni Oradan bir çəkəndə qısa sürücü. bəli, bir qılsa silirsən, olur belə. İ U-nu qabaqlayır. XS adlanır hansı ki, corablar aşağıdadır. Corablar aşağıdadır. Üçüncü nə idi? İnduktiv. İnduktiv müqavimət. Orada da İnduktiv o müqavimət. iğni qabaqlayır. U iğni qabaqlayır. Ay Birdən maşallah. Russell Crowe. XL, Omega L. Corab zad yoxdur. Kim qabaqlayır dediniz? Siz məndən yaxşı U i'ni qabaqlayır. Bəli, i'nin qrafikini iğni. verir. Bəli, i'nin qrafikini məsələn belə verdi. U-nun qrafikini çəkirsən belə. Yuxarıdan. 3 dənə müqavimət var. Aktiv olanda istilik miqdarı ilə güc var idi. Digərlərində Q ilə P yoxdur demişik də. Bəli. İstilik enerjisi və ya güc ayrılmır. Qurtardı söhbət. Sonra Nescafe'yə keçdik. Nescafe. Üçü birində. Nə oldu düsturumuz? Çox sağ olun. Kök altında Evet. elin kvadratı, Bunu üstə gəlirsin, XS x'sin, Kvadratı Pifagor. Dördüncüsü transformator. Transformator nə işə yarayır? Gərginliyi artırıb azaldır. U-nu artırıb Gərginliyi azaltmaq, artırıb azaldır. gərginliyi İş artırıb prinsipi. azaltmaq, iş prinsipi elektromagnet Elektromagnet. induksiya. İnduksiya. Neçə növ var? Alçaldıcı, yüksəldici. Bir giriş Bəli, çıxışdan K1-dən ibarət böyük idi. oldu, K1, alçaldıcı. K2. K1-dən K1-dən kiçik oldu, yüksəldici. yüksəldici olur. Yüksəldici və transformasiya misalı K bərabərdir. N1, N2, Bölünsün, U1, 2 bərabərdir, o 1 bölünsün. İyi Amma şey bizdə verir. tərsinə olur. İyi körüsünü iyi bil. etasına da yazır. P2 bölünsün. P2 böl P1 P1 vur 100%. Bəli, 100% yazırıq. Müəllim, bu P2 böl P1 vur 100% nisbi rütubətdə də var idi, hə? Hə. Nisbi rütubətdə də var idi. Elə söhbət açılmışkən, bu dəyişən cəryan isə dəyişən cəryan bitdi. Qeyd dəftərində bir-iki səhifə boş qoyun, trio qurtarmayıb da ona görə. Neçə dənə qeyd yazdırmışam mən? 9 dənə. Yox, onlar üçlüklərdir. Başqa heç nə yazdırmamışam. Yox, qeyd də yazdırmısınız. Nə qeydi? İkinci qeyd. Nə idi? Tatil varsa sahə var yazmışdınız. Bəli. Bir də deyəsən enerjilər. O da üçlüyün içindeydi amma. Elektrik sahəsinin Yox. enerjisi. Enerjilər içində vardı deyil. bir də. Hə, ayrıydı o. Ayrı idi. Hı. İndi qeyd dəftəri tam olan var aranızdan. 3 dənə qeyd yazdırmışam. İndiyə qədər mənə nömrələr lazımdır. 9 dənə idi də. Yox, 9 dənə Nə? qədər sən Müəllim, Müəllim, trio biz 9 dənə üçüncü idi. başlığa keçməmişdik. Keçən səfər dediniz birinci üç triolar. İkinci yazdırdınız o sahə falan. Amma üçüncüyə keçmədik axı. Müəllim, Məsələn, qeydim enerjiləri yazdırmamışam. yazdırmısınız. Yazmısınız. Enerji Enerjiləri amma üçüncü triolardı. başlıqda Enerjidir. Bir də qeyd yazmısınız. Hasil sahə. Yəni mən bilirsiniz nə demək istəyirəm? Sizin dilinizdə danışıram da. Baxın, qeyd 1, bizim qeyd dəftərimiz belə işləyəcək. Qeyd 1, trio. Bunun içində 10 dənədir. Neçə dənədirsə də 12 dənədir. Nədir? Bu getdi bu. Bu getdi. Aha. Qeyd 2, hasil varsa Enerjilər. sahə var. Hasil varsa sahə var. Bu nömrə ilə yaz dəftərinə. Qeyd 3, enerji. Bu İndi üçü qeyd 4. Amma biz də o nə deyirik? Siz bizə enerjinin trionun içində yazdırdınız da. yox, ola bilməz. Ola Yox, bilməz. yox, Ayrı ayrı yazdım. Ayrı Ayrı yazmışıq. yazmışıq. Prosto mən nədən narahatam? Bəli, siz nömrələri zad düzgün qoymayacaqsınız falan. Bizim əsas qeydlərimiz yaddan çıxacaq deyə narahatam. Siz kimin dəftəri tam deyilsə bu 3 dənəsini bitirsin. İndi bu gün qeyd 4-ü yazdırıram. İndi yazırıq. İndi yazırıq bəli.
Bir dəqiqə mən. Açın dəftər. Qeyd dəftər. Gələn dərs qeyd dəftərlərini yoxlayacağım abilər. Gələn dərs qeyd Yəni dəftəri siz yanınızda olsun. yazın, mən SS edib sonra çox qurdaram. Bəli. Eləyə bilərsiniz elə. Bugünkü qeydimiz qeyd 4 deyək də, nömrəsini də özüm də yazıram ki, sonra artistlik eləməyin. Fiyə. Faydalı şəmsən. Bəli, faydalı şəmsal. A. Tərpənməz blok. mc böl f. Qüvvədə qazanc verməyin. Bəli. mc böl 2. MC bölünsün 2, qüvvədə 2 dəfə qazanc verir. mgh bölünsün f dartı vurulsun l. Və yaxud da bir dənəsi də var deyə 1 bölünsün 1 üstə gəlsin mühüm kotangensal fayda. Yazırsınız. SS eləyib yazacağım. Ha? Mən siz Mən yazın, yazırdım. SS eləyib yazacağım. Yazaq, bəli, uşaqlar yazaq. Burada Q1 nə idi, Q2 nə idi? Bir qızdırıcı, çürükü soyuducu. Bəli. Bitirəndə deyin keçirəm. Müəllim, linkdə də elə mayın müstəvi ilə eyni tutturuldu da. Seçmən. Bəli.
Yazdınız. Bəli. Belə dostlar, şeydən dəyişən cərəyandan tapşırığınızı da deyim. Bir nəfər qrupa zəhmət olmasa qeyd eləsin. Deməli, səhifə 200-də 1-dən 29-a nə? Vəsiyo. Təzə dərsimizi keçirik. Bəsdir. 200-də 1-dən 29-a uşaqlar yazırsınız. Əlavədəki bizim onlayn dərslərdəki atdığım testlərə də baxırsınız da inşallah. Bəli, müəllim. Bəli. O testləri işləmək lazımdır. O düz xətldən zaddan. Əgər imkan varsa, şərait varsa, onları çıxartdıraq da dostlar.